iyunun 26-sına olan hava proqnozu açıqlanır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civesinin, nisbi rütubət isə gecə 70-80%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərində duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 28-33 dərəcə isti. Dağlarda gecə 9-14 dərəcə isti, gündüz 17-22 dərəcə, bəzi yerlərdə 24-26 dərəcə isti olacaq.